Salam dostlar. Bugün Xocalının Ballıca kəndindəyik. Ən müqəddəs, ən gözəl arzumuza çatdıq. Torpaqlarımız işğaldan azaddır. Məcburi köçkünlərimiz artıq öz torpaqlarına qayıdır. Şükürlər olsun bugünkü günə. Allah Ali Baş Komandanımızı qorusun. Şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin ki, bugün qürurla işğaldan azad olunmuş torpaqlarımızdayıq. Şükürlər olsun bugünkü günə. Görün nə gözəl təbiəti var. Artıq Xocaldakı canlanmanı görürsünüz Ballıcada. Getdikcə quruculuq abadlıq işlər aparılır. İnsanlar köçdükcə bura lap gözəlləşir. Ballıcada səhər-səhər çayın öz ləzzəti var. Kəkotun iynə bax. Ballıca kəndindəyik. Dedik sakinlərimizlə də görüşək. Onların şəraiti ilə bir tanış olaq. Görək nə edirlər. Salam aleyküm. Salam aleyküm, salam aleyküm. Nətərsiz? Hoş geldin, hoş geldin. Sağ olun. Hoş geldin. Salam aleyküm. Çok hoş gelmişsiniz. Sağ olun. Nətərsiz? Qarabağımıza, Xocalımızın Ballıcasına çok hoş gelmişsiniz. Ne güzel, ne hoş anlar. Əlbəttə Allah ki. şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanımız var olsun, sağ olsun. Ordumuzun həmişə yüksəklərdə, bayrağımızda yüksəklərdə dalğalansın. Amin inşallah. Az soyadınız necə oldu? Mənim adım Arif Zeynalov, Əmirxanoğlu, 69. Lap yaxşı. Ar müəllim 32 ildən sonra öz doğma torpaqlarınıza qayıtdınız. Bunu yaşamasan hiss eləmək olmur. Hər səhər ertə bax o ləkənin başından deyirəm, ay Allah sağ qurban olun. Görən yuxu deyil. Amma yuxu deyilmiş. Elə özüymüş. Və yaşamağa mən şəxsən özüm 2 ilinə az qalıbdı. 1 il 8 aydır. Mən hər yerimiz gözəldir. Bakıda da yaşayırdım. Azərbaycanda da olurdum, amma günləri mən buradan geri qayıtdım. Yapan deyil. Durmuşam. Həyətdə, bacadır, bostandır. Hamısında çalışırıq. Bostanımız yavaş-yavaş. Neçə ailə özünüz var Ar müəllim? Bəli. Neçə ailə özünüz 7 var? nəfərik. 7 nəfər. 5 nəvəmdir. Ay maşallah. Oğlum, gəlinimdir, bir də yoldaşım. Şəraitiniz nətərdir? Şükür, çox razıyam. Bax, mən gələndən bura daxil olandan 2025-in yanvarın 15-dən qəbulumdur. Bir dənə şirkət üçün içəri boşlarmamışam. Elə özümə nədirsə şükür, sağ olsunlar. Əziyyət çəkənlərin hamısı var olsun. İşığımız var, qazımız var, suyumuz var, gözəl. Wi-Fi'miz var. İnternetiniz də var. Aztelkom sağ olsun şirkəti, çəkibdir, gözəldir. Təşəkkür edirəm hər birinə. Zəhmət Bağın olan. bağçan nətərdir? Bir bağçana baxaq. Bağ-bağçamız gözlə görməsən yalan deyərəm. Yəni Günü indi gündən də şükür Allaha ki, çox sağ olun. gözəlləşir. Çox sağ olun. İşğaldan azad olunmuş Bəli, torpaqlarımız. bəli. Ballıca da lap gözəldir. Ballıca lap Əlbəttə bax. gözəldir. Güngülbarı özümüz üçün nə bilim istirahət. Bu bağdır, bostandır, o pomidordur, o lobiyadır, əhmişi. Kartonumuz bu il biraz Ay maşallah. mühüm səbəblərə görə, yağışa görə, yağış çox oldu deyin. Bir o qədər olmadı amma Amma pomidorunu da gətirib ha maşallah. pomidorlar, hə, pomidorlar Sonra nə həmsə var müəllim? lobiyadır. Ha, O tərəfdə balqabaq var. Biz ay maşallah. Oranı Oranı deyil. başlı bostan eləmsən də bura. oranı deyirik. Bəli, bəli, bəli. Biberin də var. Var aşı, olana nə bərəkət. Hə, buradan az belə çox sağ olun. Gözəl də həyatda da yaşayırıq. Gözəl həyatdır. Yenə də Allah şəhidlərimizə, onların sayəsində, onların qanı bahasına biz bu günləri vətən torpağına qayıtmışıq. Bu gün Xocalı rayonunun Ballıca kəndinə qayıtmışıq. Bilirsən, elə bir duyğulu haldır ki, elə bir duyğulu andır ki, adam heç nə deyə bilmir sevincindən.
Allah hamıya qismət eləsin. Amin inşallah. Hamıya qismət eləsin. Niyə ki, mən bayaq da dedim ki, gəlib yaşamasa, onu çox da bilə bilmirsən. Amma gəlib yaşayanda bilirsən ki, bax, ayağımızın altı möhkəm bir dayaq nöqtəsidir. Amma qabaqda var, olurdu. Hər yer bizim üçün vətəndir. Amma bu ayrı şeydir bu. Vətən torpağında olmaq ayrı şeydir. Burada ümumiyyətcə cəmaət nə işlə məşğul olur? Bax, Təsərrüfatdır, cəmaət bostandır, bir günlər malqaradır. Təsərrüfatla, ancaq təsərrüfatdır, iri buynuzludur, xırda buynuzludur, heyvanlarla, nə bilim, bura ancaq mənim uşaqlığım burada keçib. Mən özüm Laçın rayonunun Rədi kəndindənəm, amma uşaqlığımız burada keçibdir. Bizdən bura, bizim Laçın rayonunun kəndinə 30 kilometrdir. Karvan yolu. insanlar da ki, təsərrüfatla məşğuldur. Ancaq insanlar hamı təsərrüfatla məşğuldur, zəhmət tələb eləyir. Burada da ki, arıçılıqdır. Burada da ki, bunu eləməsən də vay öz halına da. Bunu kim eləyə bilməz? Çalışmalısan. Gözəl şərait, təbiət, hava gözəl. Ağaclardır, gözəl güllərdir. Çalışmaq əladır. Hər gün vaxtı çalışırıq. Nəvələrin də artıq burada məktəbə gedir. Hə, nəvələrimiz artıq burada bağçaya da gedir, məktəbə də gedir. Məktəbin şəraiti nətərdir? Məktəb də yaxşıdır, gözəldir, hər şey gözəldir. Heç kim deyənməz ki, bu biz qabaqda bizim bir məsələmiz var idi, qardaşım. Deyirdik ki, ay Allah, vətən torpağına qaydam, ayaqyalın, bir gedəm çadır quram. Şuralar evlər var, remont olunub, qəşəng. Bundan niyə biz inciyək? Nəyə görə inciməliyik? Hər şey qəbuldur və sənət qol çəkdirəndə mən haradasa bir 10 dəfə, 20 dənə şükür sözü yazmışam oraya. Dedilər, niyə bir şey lazımdır? Deymişəm, yox, şükür. Hər cür şəraitlə də təmin olunur. Hər cür şəraitlə də təmin. Şükür Allah'ımıza. Allah Ali Baş Komandanın canı sağ eləsin ki, onun bizə bəxş elədiyi bu evlər də, bu torpaq da, o şəhidlərimizlə bir Allah yenə rəhmət eləsin. Qazilərimizin canı sağ olsun, veteranlarımız sağ olsun, əziyyəti çəkənlərin sizlə birə hamısının canı sağ olsun. Əziyyət çəkib gəlmişsiniz, bizi işıqlandırırsınız. Dəfələrlə. Biz də gəldik görək, bir həm balıcamızı biz nəzər yetirək, həm baxaq görək ki, insanlarımız necə yaşayır, necə şəraitlər var. Çox şükür, qardaşım. Şəraitimizi çıxıb evimizi də çəkə bilərsiniz. Baxaq tabii. Evlərimizdə də olun. Nə olar? Gözəl. Hər bir şey gözəldir. Hər bir şey qəşəngdir. Bundan gözəl nə ola bilər? Bundan yaxşı nə ola bilər? Manqalın da var. Kabab çəksənmi? O sözsüzdür. O sözsüz olur. Geçəkməyək. Gəlin, xoş gəlmişsiniz. Ay ev Yasin.